Hər vaxtınız xeyirli olsun. Gəlin badımcan salatının ən ləzzətli hazırlanmasını sizinlə birlikdə hazırlayaq. Gəlin başlayaq. Öncəliklə badımcanların kənarlarını kəsib uzununa doğrayıram. Üzərinə duz, su əlavə edib ağzı bağlı acı suyunun çıxmasını gözləyirəm. Kənarda toyuq filesini döyəcləyib üzərinə duz, paprika, qara toz biber əlavə edirəm. Hər iki tərəfini beləcə davam edirəm. Və 1 saatlıq kənara qoyuram. Badımcanları yudum, acı suyu çıxdı. İndi qızarda bilərəm. Kənara salfet yerləşdirirəm bir qaba. Tavaya duru yağ töküb qızdıqdan sonra üzərinə badımcanları əlavə edib 2 tərəfli qızardıram. Və hazırdır. Eyni qaba toyuq filesini qoyuram. Onu da 2 tərəfli ağzı bağlı qızardıram. Və hazırdır. Bunu da bir kənara qoyuruq. Badımcanları ortadan 3 yerə bölərək uzununa doğrayıb bir qaba əlavə edirəm. Və hazırdır. Və toyuq filesini də doğrayıram. Bunu da hazır etdik. Biberlərin də hər birini uzununa doğrayıram. Və hazırdır. Üzərinə cəfəri əlavə edirəm və sarımsağı da keçirib üzərinə əlavə edirəm. Mayonez, 2 yemək qaşığı smetan əlavə edib yaxşıca qarışdırıram. Siz də hazırlayın, siz də nuş edin. Kanala abunə olmağı, like etməyi, qayd etməyi unutmayın. İnanın, çox ləzzətlidir. Siz də hazırlayın. Sağ olun.